Toyun büdcəsi nə qədər genişlənirsə, gənclərin boşanma ehtimalı da bir o qədər çoxalır. Bunu mən demirəm. Bunu dünyada aparılan araşdırmalar göstərir ki, konkret olaraq mənbəyində, yerində deyim, Amerikada aparılan, elmi institutlarda aparılan araşdırmalar göstərir ki, əgər toyun büdcəsi nə qədər genişlənirsə, boşanmanın riski də o qədər artmış olur. Konkret desəm, $25.000 artıq büdcəsi olan evliliklərdə boşanma nisbəti getdikcə artır. Bunun səbəbini alimlər, araşdırmaçılar, tədqiqatçılar belə izah edirlər ki, maddi məsələlərə əhəmiyyət verildiyi müddətcə mənəviyyat arxa plana keçir. Yəni, insanları maraqlandıran şey, əgər o toyun maddi tərəfləridirsə, toya qoyulan xərclərdirsə, toyun keçirilməsində, təşkilində, həyata keçirilməsində nə qədər çox vəsait xərclənirsə, bir o qədər mənəviyyatdan insan yoxsul qalır. İnsanları maraqlandıran şey toydan sonraki zaman olmalıdır. Toydan sonra bu ailənin rifahı, bu ailənin dolanışığı, bu ailənin xoşbəxtliyi, sosial vəziyyəti insanlar üçün əhəmiyyətli olmalıdır. Bizdə necədir? Bizdə hər şey toyun üzərində qurulur. Toya nə xərclənəcək, nə bişiriləcək, nə veriləcək, nə təklif olunacaq, gəlin hardan gələcək, gəlinin geyimi, gəlinin makyajı, alınan qızıllar, xonçalar, o toya dəvət olunan müğənnilər, o toyda iştirak eləyən o cürbəcür rəqs qrupları, çalğı qrupları, xanəndələr, ansambl, yəni hər şeyə əhəmiyyət veririk, hər şeyin üstündə o qədər baş sındırırıq, bircə şeydən başqa, toydan sonraki borc prosesindən. Bugün aksiomadır. Danılmaz faktdır ki, toydan sonra əksər ailələrdə toyun borcları müzakirə olunur. O qədər çox istiqamətdə pul xərclənir ki, toylarda, gənclər toydan sonra onun stresindən çıxa bilmirlər. Bu, birsiz nəyə bənzəyir? Ömrü boyu çalışıb, işləyib, vuruşub, o dırnağımızla, dişimizlə topladığımız vəsaiti bir gecədə aparıb restoran sahiblərinə peşkəş eləməkdir bu. Yəni, insanlar nədə xoşbəxtlik görür bugün? Daha yaxşı toy eləməkdə, daha, yəni belə, necə deyim, səs gətirən toy eləməkdə. Mənim toyumda kim iştirak eləmişdi? Filan müğənni. Mənim toyumda hansı ansambl çalmışdı? Filan ansambl. Toyumda hansı rəqs qrupu rəqs eləmişdi? Aşı kim gətirmişdi? Plov dəmdəzgahı necə idi? Süfrədə neçə cür yemək var idi? Neçə cür salat var idi? Mən əslində indiki toylarımıza toy demirəm, ət festivalı deyirəm. Yəni, normalda toyda insan nə qədər yemək yeyə bilər? Hər birimizin yumruğumuz boyda mədəmiz var. Mədəmizi doyuracaq qədər qida bizə kifayət eləyir. Amma bugün toylarda sözün həqiqi mənasında müxtəlif ətlərin festivalı keçirilir. O qədər çox çeşid olur, o qədər bol süfrə olur ki, insanın heyfi gəlir o süfrədə qalan o qidalara ki, buna həsrət olan milyardlarla insan var bugün dünyada. Dünyanın bir tərəfində insanlar aclıq çəkir, susuzluq çəkir, ən minimum təməl qidanı, suyu, çörəyi, yavan çörəyi belə tapa bilmir. Bir tərəfində insanlar o süfrədən qalan qidaları zibilliyə atırlar. Bizim ölkəmizdə də sosial rifah o qədər yüksək səviyyədə deyil. Bizim ölkəmizdə də insanlar kasıbçılıq çəkir. Amma ən kasıbımızın toyu belə o qədər dəbdəbəli keçir ki, kənardan gələn əcnəbi qonaq o toyun bir zadəgan toyu, bir milyoner toyu olduğu qənaətinə gəlir. Necə ki, biz bunu sosial şəbəkələrdə görürük ki, əcnəbilər bizim toylarımıza gələndə sözün həqiqi mənasında şok keçirirlər ki, bu hansı milyonçunun toyudur? Halbuki o toyu eləyən bir fəhlə babadır, bir fəhlə atadır. Yəni, məsələ bundadır ki, biz heç vaxt yorğanımıza görə ayağımızı uzatmırıq. Ən kasıbımız belə toyda dəbdəbənin peşindən qaçırıq türkün sözü. O qədər çox çeşid yeməyə həvəslənirik, o qədər bahalı restoranda toy eləməyə çalışırıq, bahalı müğənnilər gətirməyə çalışırıq. Dırnağımızla, dişimizlə qazandığımız qəpiyin üstünə qoyub yığdığımız pulu bir gecədə peşkəş eləyirik. Hansı ki, bizim peşkəş elədiyimiz o müğənnilərin, o restoran sahiblərinin, yəni elə şeyləri var ki, biz ömrümüzdə görməmişik.